Bugünkü tapşırığımız 3-cü tapşırıq adı ilə qeyd etdiyimiz əməliyyatlardır. Maliyyə bərabərliyində qeyd edəcəyik hamısını. Səhvlərinizi düzəldərsiniz mən əməliyyatları gedəndən sonra. Tamam. Birincimiz müəssisə satış məqsədi ilə mal alıbdır. 2000 AZN-lik. Malın miqdarı yoxdur, qeyd olunmayıb, amma dəyər olaraq mövcuddur. Əgər mənim müəssisəm mal alışı edibsə, bu bir aktivin alınması əməliyyatıdır və mənim aktivim artıbdır. Olmayan malım artıb. Malları debetdə artırdım. 2000 manat. Deməli, malı artırdıq 2000. Baxın uşaqlar, buranı yenə izah edə gedirəm. Malı aldım. Bu malı aldığıma görə pul ödədim. Şərtdə mənə belə bir şey demir ki, deməli bu malın qarşılığını bəli mən borclandım. Kiməsə verəcəm bu malın qarşılığını. Ona görə borcuma qeyd edirəm. 2000 manat. Qısa müddətli öhdəlik. Bəli. Malımın alışını qeyd etdim. Burada xəta varmı kimdəsə? Alınmış malların dəyəri bankdan ödənilib deyir. Yəni tam dəyəri bank hesabımızdan ödənilib. Kimə ödəmişəm mən bunu? Bəli, kimdən ki mal almışam, mal satana ödəmişəm. Mənim borcum yaranmışdı 2000. Avtomatik o 2000 azalacaq debetdə həmin şəxsə qarşı və mən bunu hardan ödəmişəm dedim. Yəni bir ödəmə əməliyyatı var, pulum azalıb. Onu da qeyd edəcəm kreditə 2000 manat. Birinci əməliyyat oldu aktivimin artması əməliyyatı. İkinci əməliyyat oldu aktivimin azalması əməliyyatı. Aktivin artması nə zaman baş verdi? Əməliyyatın nəticəsində balansımın həm aktiv tərəfi, həm pasiv tərəfi artsın. Aktivin azalması əməliyyatı bunun tam əksinə idi. Eyni zamanda balansımın həm aktiv tərəfi azalmalıdır, həm pasiv tərəfi. Üçüncü əməliyyat. Müəssisə ofis üçün televizor alıb. 1400 AZN dəyərində bu birinci əməliyyat uşaqlar. İkinci əməliyyat nə baş verib? 50%-lik hissəsini ödəyib. Bu ikinci əməliyyatdır. Qalıq məbləği daha sonra ödənəcək. Bu isə əməliyyat deyil. Sadəcə məlumat xarakteri daşıyır ki, yerdə qalan məbləği isə sonra ödəyəcək. Sonra ödəyəcək deyiriksə bizim buna yekunda borcumuz qalmalıdır. Amma bizə maraqlı deyil. Biz əməliyyatını ardıcıllıqla işləməliyik. Hansı tapşırıqdır? Tapşırıq 3. 11-də ondan sonrası. Ondan sonrası. Mən üzr istəyirəm, yuxarı hissəsini sildim ona qədəri. 1, 2, 3 bu bir tərəfdən düşdü. Siz 13-ə baxın. 13-cü tapşırıq olacaq bu. 13-cü. İndi gəlirəm nəyə? İlk əməliyyatıma. 1400 AZN-lik televizoru almağa. Mallarda deyil. Baxın, televizor nədir? Satmaq məqsədini almayıb, baxın, televizor bizimdir. Əsas vəsait gedəcək televizor. Qeyd edirəm, əsas vəsait və yaxud da ki, uzun müddətdir aktiv. Fərq etməz. Aktiv hesabımızdır, artır 1400 manat. Balansımda artırdım. Bunun qarşılığında 1400 manat borclandım. Bəli, qısa müddətli öhdəliyim artdı. Eyni zamanda mənə nə dedi ikinci əməliyyatda? 50%-ni ödəmisən deyir. Gəlirəm, bank hesabı azalacaq. Nə qədər? 700 manat. Eyni zamanda qısa müddətli öhdəlik də azalacaq. 700 AZN. Bir dəqiqə, burada bir qəribəlik var. O niyə qırmızı çıxır özümdə bilmirəm. Mənim sizə də mən atmışam da falan. Məndə nədirsə sizə də odur. Tamam. 700-ü də həll etdik. Üçüncü əməliyyat bitdi. Baxın, sonrasını qeyd eləmədim. Nə zaman ödəyəcək bizə maraqlı deyil. Artıq o gələcək zamanın problemi. Müəssisə mağazasından satış edib pərakəndə olaraq, burada yoxdur, 140 AZN dəyərində. Sadəcə burada bir problem var uşaqlar. Malımızın maya dəyəri verilməyib bizə nə qədərini satmışıq. Gəlin bura əlavə eləyək, deyək ki, satılmış malın Pərakəndə nə idi müəllim?
Nəqd belə tək-tək, bir-bir. Sənə, mənə, bizə, sizə, onlara mağazadan satırsan birbaşa vətəndaşa. Satılmış malın maya dəyəri nə qədər olsun? 130 az oldu. 80 manat olsun. Ya çox pul qazanıq da. 80 az endir. Maya değerleri bir şey olmaz. Adam. Ha? Ben fazla maya diyor. Ha. Salam, buyur. Satılmış malın maya dəyərini də qeyd elədim, əlavə etdim suala, bu sizdə yox idi. 80 manat ki, tam göstərə bilək. Uşaqlar, gəlin burada bir dənə qısa izah keçim. Siz də qeyd götürün, onunla bağlı əməliyyatımı edim. Baxın, pərakəndə satış digərlərindən fərqi var. Biz dedik ki, satış zamanı 2 dənə proses baş verir, əməliyyat baş verir ümumiyyətlə. Bunu harda göstərim? Gəlin buradan belə bir mexanizmadan görüm əlavə edə bilirəmmi? Gəlin buradan göstərək. Tam uyğun olmasa da. Deyək ki, satışımızdır. Satış baş veribdir bizdə. Bu satışın nəticəsində ya mən pul almışam, hesabımda pul əmələ gəlib, istər banka olsun o pul, istər kassa olsun. Və yaxud da ki, alacaq əmələ gəlib. Ben kimden sağladım? Bəli, mənim kimləsə ya alacağım əmələ gəlibdir, satmışam pulumu verməyib, ya da satmışam pulumu da almışam. İndi o əməliyyatı mən burada göstərdiyim zaman şərtə baxaq. Nə dedi bizə? Mən onu necə müəyyənləşdirəcəm ki, bu hansı əməliyyatdır? Satmışam, pulunu almışam mı? Yoxsa satmışam, belə deyək, almamışam mı? Alacağım mı yana? Şərt mənə hər şeyi deməsi lazımdır. Müəssisə mağazadan satış edib, pərakəndə olaraq 140 AZM. Siz Araz Marketə borcunuzun yarandığı vaxt olubmu? Yazın sizə dəftərinə sonra ödəyərəm. Nəğd olanı birbaşa olur. Bəli. Sən pərakəndə satış etdiyin zaman ya nəqd ödəyirsən, ya kartla ödəyirsən. Çox olur. Bəli, borclana bilərsən. İki şirkət arasında olan əməliyyatda borclana bilərsən. O zaman bu deməkdir ki, mənim satışım artıb, satışımın nəticəsində pulum da artıb. Yəni, burada göstərdiyimiz versiyada artıq alacaq yoxdur. Satış var, nəticəsində sadəcə pul var. Mən gəlirəm onu əks etdirməyə. Gəlir hesabım, yəni satışım artıb 140 manat qeyd etdim və qarşına yazım satış. Qarşılığında mənim balansımda yazıram kassa. Bəli, eləyirəm, narahat olma. Niye böyle durumda? Kassa hesabımda arttı 140 manat. Yəni biz mağazadan 140 manat mal götürüb 140 manat pul ödəyirik. Siz 80. İndi gəlirəm çıx 80-ə. Yəni mən mağazam satışını artırdı, əvəzində pul da aldı 140 manat. 140 manatı nəyin hesabına aldı? Nəyi verdi 140 manata aldı? Maya. Maya. Maya dəyəri 80 manatlıq olan malı verdi, əvəzində ona 140 manat mal gəldi. Mal artıq məndə olmadığına görə balansımdan çıxartmalıyam. Yəni balansımı azaltmalıdır dəyərini. Köklü proses. Bəli, mallar Tamam. kreditdə 80 manat qeyd etdim və eyni zamanda 80. SMMD satılmış məhsulun maya dəyəri debitdə 80 manat. Və doğru yerə qeyd edirəm, dəqiqə. Benim xərcim 86 maya. 86 mal bunun fərqini. Tamam. Satışımızın xərcidir. Satışımızın maya dəyəri deyilir ona. Yəni Cost of goods sale gedir beynəlxalq mühasibatlıqda adı. Sən nə satırsansa, o satışının mayasıdır, satışının xərcidir. Bir də o satışı edə bilmək üçün sənin çəkdiyin əməliyyat xərcləri olacaq. Onun buna aidiyyatı yoxdur. Bu sırf satışın özünün xərcidir. Yəni nəyə satmısansa onun dəyəridir. Bəli. Bir də bunları eləmək üçün, sata bilmək üçün işçivə maaş verəsən, ambar tutasan, nə bilim, əməliyyat xərclərin olacaq da, işıq pulu, qaz pulu verəcəksən, şirkət işləsin deyə, digər xərclərin, əməliyyat xərclərin, onlarda buna aidiyyatı yoxdur. Yəni onun adını biz 701 deməyəcəyik. Həmin şeyin adına. Yəni indi bildik mi biz nə ilə müəyyənləşdirdik pulu aldığımızı? Pərakəndə satış yazdığına görə müəyyənləşdirdik. Müəssisə mağazadan XMMC 500 AZN-lik mal satıb.
Bax, yenə həmin cümlə gəldi. Mal satışımız var. Amma alt hissəsində nə deyir? Satılan malın maya dəyəri 2000 AZN-dir. Satılan malın 40% ödənilib. Alanda hə. Amma burada gəlin, bax, bayaqlarım dediyin söz var idi Sinan sənin ki, vətəndaşa satdığımız üçün oldu. Topdan oldu, gördün mü? İrə X MMC-yə satır. Daha toplam. Hansısa bir mağaza müqavilə bağlayıb, artıq vətəndaşa deyil, pərakəndə olaraq deyil, topdan olaraq hansısa şirkətə 5000 manatlıq mal satır. Gəlirəm birinci 5000 manatlıq satışını formalaşdıram və ondan qabaq birinci əməliyyatıma baxam. Satılan mala görə mənə borc yaranır deyə və pulun da hamısını almamışam deyə. Mən artıq birbaşa bayaqki kimi pulumu deyil, alacağımı formalaşdıracağam ki, onun da kontrolünü apara bilim. Oradan nə pulum gəlib, nə qalıb deyə. Debitor. Debitorum artacaq mənim 5000 manat. Debitorum mənim satışa görə yaranmış alacağım. Debitor borcdur, bəli. O üçüncü əməliyyatımdır. Bu mənim birinci əməliyyatımdır. Bəli. Pulun miktarı. Pulun miktarı. Bəli, 5000 mənim satışımdır. Satış 5000 manat. Nəticəsində pul ödəmələ gəlmədi, keçdim bu xanaya. Artıq burada pul yoxdur. Bəli, burada artıq alacaq mövcuddur. Artıq alacaq kateqoriyası əmələ gəldi. Pul əmələ gəlmədi. Qeyd etdim. İkincisində mənə nə dedi? Nəyi satmışam? 2000 AZN-lik malı. Yəni balansından 2000 AZN-lik mal azaltmalıyam. Baxın, siz də yazanda özünüzə belə qısa yollar müəyyənləşdirin. Vaxtımız getməsin. Mallarımız azalacaq. 2000 manat. SMMD-niz də artacaq. 2000 manat. Artıq balansdan 2000 manatlıq malda getdi. Gəlirəm sənin dediyin İramin. 40% ödənilib deyir. Nəyin 40% ödənilib? Mənim alacağımın 40% ödənilib. Bu satışda mənim alacağım nə qədər idi? 5000 manat. Deməli, bu 5000 manat debitor azalacaq. Azalanda hara yazacağım mən onu? Kreditdə qeyd edəcəm. Bəs bu debitor azalanda mənim balansımda nə artacaq? Borcum niyə artsın ki? Mənə pul ödürlər, mənim borcum artsın. Mənim pulum artır. Mənə ödürlər axı. Bəli. Bank hesabın artır sənin. 40% olaraq bərabərdir. Debitor məbləğin vurulsun 40%. 2000 manat bank hesabım artdı. Nəyə görə artdı? Bəli, 2000 manat borcumdan azaltmaq üçün. Borcumun hesabına. Daha doğrusu mənə olan borcun hesabına. İndi gəlirəm debitora baxıram. 5000 debitində var. 2000 də kreditində var. Mənim nə qədər qalıq borcum qaldı? 3000 manat debitor hesabın debitində mənim borcum qaldı. Yəni 40%-mi də aldım. Müəssisə internet provayderinə 5 aylıq internet xərcini əvvəlcədən ödəyib 500 AZN olaraq. Deməli, provayderin aylıq ödənişi 100 manatdır. Növbəti əməliyyata gələk. Müəssisənin internet provayderi ilə bağlı. Baxın, burada maraqlı bir nüans var. Onu mən sizin üçün bir lövhədə izah edeyim, sonra gəlim və yaxud da ki, bu görməyə diaqramla izah edə biləcəm, yoxsa yox. İndi onu göstərərək etmək istəyirəm açığı. Bu əməliyyatı, bu qrafiki silirəm uşaqlar, artıq bizə lazım olmasın. Əvəzində başqa bir izah görüm tapa biləcəm mi? Bu hansı? Bu ola bilər. Burada eləyə bilərəm. Deməli, birinci əməliyyatıma yazıram ödəmə. Mənim avansım, yəni verilmiş avansım yaranması üçün və yaxud da gələcək dövrün xərci yaranması üçün birinci mən pul ödəməliyəm. O pulun qarşılığında da heç bir şey almalı deyiləm. Yəni, mən bir şey almadan pulu ödəməliyəm. Alınma tarixim, ödəmə tariximdən sonraki zamanda, gələcək zamanda olması lazımdır. Mən pulu ödəməliyəm,
daha sonra mənə mal gəlməlidir. Mən pulu ödəməliyəm, daha sonra o xidməti almam lazımdır. Ödəməni etdim. Ödəməni mən iki şərtə görə edə bilirəm. Bir, aktivə görə. Bu aktiv mal, material, xam mal, uzun müddətli aktivlər, qeyri-maddi aktivlər, hər şey ola bilər. Bütün aktivlərimiz 101-dən 300-ə qədər olan hesablarda nə qədər şey varsa, hesab varsa, hamısı ola bilər. Bir aktivə görə, ikincisi isə xidmətə görə. Yəni xərcinə. Xidmətə və xərcə. Niyə bunun ikisini də yazıram? Çünki sən xidmətə ödəniş etdiyin zaman xidmətin qarşılığı səndə xərcdir axı. Nə üçün pulu ödəyirsən? Hansısa xərc qarşılığına görə ödəyirsən? O xərcin də nəticəsi nədir? Misal üçün, deyək ki, siz mənim üçün hüquq xidməti göstərmisiniz. Mən hüquq xidmətini götürüb əlimdə harasa apara bilmərəm də, yəni. O xidmətin qarşılığı məndə yoxdur axı, maddi olaraq. Fiziki material olaraq məndə mövcud deyil. Amma xidmətin xərc olaraq məndə var. Mən o xidmətin xərcinə görə pulu ödəməmişəmsə, sənə borcum yaranır. Xidmət haqqıya görə borc deyirəm. Amma xidmət haqqıya görə xərcə deyirəm axı. Bir də mən ödənişi xərcə görə ödəyə bilərəm. Bir gəlirəm anlayışlara. Bu hissənin birini sileyim. Doğru yerdən silmədim deyəsən. Bu xidmətəni buradan silək, sonrasına baxarıq. Gəlirəm, bəli, gedir. Gəlirəm indi aktivə görə ödəmənizin nəticəsinə və xərcə görə ödəmənizin nəticəsinə. Yəni biz hansı zamanda verilmiş avans, hansı zaman gələcək dövrün xərci deyirik. Aktivə görə ödədiyimizdə verilmiş avans deyirik. Ki, mən avans ödəmişəm kiməsə. Xərci görə olduqda isə bunu çox böyük mü yazım? Gələcək dövrün xərci. Gələcək dövrün xərci deyirik. Görün bu əməliyyat hansınınkidir? Mənə bu lazım deyil, bax. Bu niyə yuxarı qalxır, bəs yaxşı. Elə qalsın yerində uşaqlar. Ora boş qalsın. Bunu da gələcək dövrümüzün xərci. Yəni xidmətə və xərcə Bəli, ödəməni etdim. Bu məndən pul çıxdı. Pulum azaldı. Həmişə. Pulum azaldı. Pulum nəyə görə azaldı? Aktiv almaq məqsədi ilə ödədim. Ki, bunun əvəzində mənə aktiv göndərsin. Aktiv nədir? Mal. Aktiv nədir? Material. Aktiv nədir? Xam mal. Aktiv nədir? Uzun müddətli, nə biləm, ofis binası, maşın, mebel, kompüterlər. Yəni, uzun müddətli nəyim varsa onlar. Onları almaq məqsədindən əvvəlcədən ödədiyim ödənişdir. O ödənişə verilmiş avans, eyni prosesi xərc təyinatına görə etmişəmsə, yəni, pulu ödədim, əvəzində mənə heç bir şey verməyəcəklər, amma bir xidmət alacaq onun əvəzində. O da yəni xərcə görə ödəyəcəm. Bu da gələcək dövrün xərcidir. Mən pulu ödədim, amma xərcim hələ yoxdur ortada. Amma xərcim olacaq. Yəni gələcək dövrün xərcidir bu. Mən hələ xərci almadığıma görə adam mənə xərc borcludur. Borcu var, mənə xərc borcu var. Və xidmət göstərmək borcu var. Nəyə göstərəcək mənə? Xidmət göstərəcək. Mən aktivə görə ödəniş etdiyimə görə adamın mənə o aktivi borcu, aktivi verməlidir. Sabahlarım deyək ki, aktivi göndərəsi olmadı. Mənim pulumu geri qaytarmalıdır ya yox. Bəs mən onu hardasa izləməliyəm də. Mənim pulum amilin cibindədir. Saata görə pul vermişəm ona. Hələ saat mənə gəlməyib. Saat mənə gəlsə verilmiş avansı azaldaram, saatın dəyərini artıraram. Düzdürmü? Və yaxud da ki, xidmətə görə. Bayaq dediyim kimi, hüquq xidməti vermirsən, verəcəksən, hələ verməmsən. Danışırıq, əvvəlcədən 2000 verirəm sənə. Nəticədə 5000 mi olacaq, 10.000 olacaq, bilmirəm. 2000 ödədim mi sənə? Xidmət aldım, yoxdur. Məhkəməyə çıxmısan, yox. Mənim üçün sənət hazırlamısan, yox. Deməli, sənin mənə iş borcun var. Xidmət göstərmək borcun var mənə. Hələ sən o pulu mənim xərcə yaza bilmərəm. O xərc məndə növbəti aylarda olacaq. Sən gələcəksən, məsəl üçün, fevral ayındakı bu işi həll elədim, məhkəmədə çıxış elədim, uddum,
Bu bunun təhvil təsdiqləyir. Deyil, nə deyil onda. O xərc hansı tarixdə yaranacaqsa onu orada xərc qəbul edəcək. Baxın indi həmin əməliyyatın icrasıdır. Sizə ödədim, xidmət haqqını siz eləməni bilməyibsiniz. Sonda bəs nə sayılır, necə qeyd eləmək lazımdır? Siz ödədiniz mənə. Ha, misal üçün siz eləmənə verməyibsiniz də. Xidməti göstərməmişəm. O gələcək dövrün xərci olacaq. Gözəl olur, məncə. İndi baxın, həmin əməliyyat burada şərtdə var. Ona görə keçdim onu izah etdim. Deyir ki, müəssisə internet provayderinə 5 aylıq internet xərcini hər səhvədə gözümdən girdi. İnternet xərcini əvvəlcədən ödəyib 500 manat. Mən hələ internet istifadə etmişəmmi bu ay? Etməmişəm. Amma 500 manat ödəmişəmmi? Bəli. Bu 500 manat mənim gələcəkdəki aylıqlarımın xərcidirmi? O da bəli. Gəlirəm birinci əməliyyatı edəm. Nə etmişəm? Ödəmə. Bank? Yox. Ödəmə elənirsən aktivizə atacaq. Bəli, 500 manat. Eyni zamanda mən onu aparıb artıq xərcə yazmıram. Niyə? Çünki xərc yoxdur. Gəlirəm aktivə, gələcək dövrün xərci olaraq qeyd edib artırıram 500 manat. Gələcək dövrün xərci sözündə xərc var deyə siz onu pasiv kimi düşünməyin. Xərc kimi də düşünməyin. O mənim alacaq hesablarımdan biridir. Sair aktivlərimdə, qısa müddətli aktivlərimin içərisində sair aktivlərim gedir mənim bu. Mən axı hələ xidməti almalıyam. Azevrotel mənə o xidməti göstərməlidir 1 aylıq. Deyək ki, 1 aylıq xidməti göstərib. Növbəti aydır. Bunu biz ödəmişik nə zaman? Aprel ayının 30-u və yaxud da ki 21-i. Getdim, indi bu mənə xərc nə harda yaranacaq mənim üçün? Daha doğrusu öhdəliyi, bunun xərci və öhdəliyi məndə nə zaman yaranacaq? Mart ayının, iyun ayının, may ayının 21-nə kimi. Ay tap deyəmədiyim. May ayının 21-nə kimi. Yəni 1 aylıq. Mən bunu əvvəlcədən hesablaya bildiyim üçün 1 aylıq xərcimi bəri başdan hesablamasına eləyəcəm. Ki, yəni mən bu ay mənim xərcim oldu 100 manat. 100 manatı hardan müəyyənləşdirdim? 5 aylıq ödəyib 500 manat. Böldüm ayların sayına etdi 100 manat. Mən bunu tam başa düşmədim. Elə bir Hansı hissəsi? başa düşdüm ki, 500 alacağım kreditdən çıxır. Sonra gələcək dövrün xərcini biz niyə aktivlərdə yaz, öhdəlikdə niyə yazmır? O sənin öhdəliyindirmi? Gəl onu müzakirə edək. Sən pul ödədin kiməsə, sənin necə borcun yarandı? Sən pul ödəmisən, hələ heç nə də almamısan. Sənin niyə borcun olsun ki? Bəs bu niyə aktivdən yenidən yazılır? Bu sənindir. Mən də internet provayderiyəm. Nə deyək? Deyək ki, elə Azevroteləm məndə. Sən pul ödəmirsən mənə 500 manat. Mən sənə internet vermişəm 500 manatlıq. Yox, yəni. Verəcəm amma? Verəcəm. Sənin pulun mənim cibində boş-boşuna durubmu? Yox. Niyə? Mən sənə xidmət satmamışam axı. Sənin pulun da məndəki. Mən ya sənə xidməti satmasam o pulu qaytaracağam, ya da sənə xidməti satacağam. Amma tarixlərlə. Durub 5 ay birdən sata bilmərəm ki, 1 ayın içərisində sənə. Ay satmam lazımdır da, düzdür xidməti göstərməliyəm. Ona görə sənin mənə ödədiyin pul sənin alacağın qismində görünür. Sadəcə bu alacaq, bəli, satışdan olmadığına görə ona debitor demirik. Bu əməliyyatımıza görədir, bəli. Yəni onu etməyə çalışırdım, xanım bu hissəni tutmadı deyə dayanmışım. Ondan sonra gedəcəm. Ya bu indi 100, sənin sualın da var Əmir? Yəni o da gələcək Bənzərdir, oxşar deyil. Nə mənada, yəni eyni tipli əməliyyat deyil. Bir qismi ona şey deyil, yəni oxşuyur. Öhdəlik tərəflərin ödənişi. Yəni burada cədvəldə aylıq olanlar hesablanır da ay. Yəni Xərcimi mən ay-bay eləyəcəm. Axı mənə internet satmamısınız siz. Mən onu niyə sizə belə deyə, onu xərc kimi götürüm şirkətimə. Əgər istifadə etməmişəmsə. Mən cəmi bu ay 100 manatlıq internet xərcim yaranıbdır. 100 manat. Gördüm, səhv yerə qeyd elədim. 100 manat internet xərcim yaranıb. Deyirəm, internet xərci. Və o 100 manatlıq internet xərcinin də mənə borcu yaranıbmı? Mənim borcum var o internet xərcinə görə. Niyə yoxdur?
Hə? Gələcək xərci. Gələcək dövrün xərci. O zaman gəlirəm gələcək dövrün xərcini silirəm. Nə qədər siləcəm? Diyor 100 manat. Qalır. Bəli. 100 yerə yazdım. Dön baxın. Hə. Gələcək dövrün xərci hesabına ödəmişəm. Bax, 100 manata görə borcum yaranmır baxın mənim. plusda yazılır, minusda yazılmalı deyil, ödənilib çıxıbdı da yəni. Tamam, razıyam. 500 manat sizdən çıxdı. Baxın, mən burada minusda yazmışam. Bankdan çıxdı. İndi digər yazacağım yeri deyin görüm. Harda deyirsiniz minusa yazım? Xərc kimi yazmaq istəyirsiniz? Xərclərə. Aha. Aktivlərdə də məsələn Aktivlərdə minusa qeyd elədim. minusda qeyd olunur da. Yəni Tamam, minusta qeyd elədim. Baxın. Baxın, bir qeyd elədim. Aha. Minusta qeyd eləmişəm kreditdə. Gələcək dövrün xərcini 500 orada qeyd etmişik. Bəli, artırmışam gələcək dövrün xərci. Bu aktivlərin yer dəyişməsi olub burada. Belə deyil, eyni əməliyyat. Yani 100 manatda bir var. Şarj vergisi tanışdığınız Yox, şərtdə, baxım şərtdə var idi. 3 aylar. Yox, şərtdə zaten bax şərtdə 3 aylığın deyir də, yəni göndəribdi. Mən 1 aylığını qeyd etdim. Elə şərtdə 3 aylıq deyir, 3 aylığını qeyd edir. Problem deyil. 3 aylıq faktura göndəriblər 300 manat. Mənim də gələcək dövrün xərcindən azaldacam 300 manat. Bax gördün bayaq dediyin şey burada niyə lazım? Mən onu aparıb xərci yazmış olsaydım bəri başdan. İndi nə qeyd edəcəkdim? Qarışır. Amma indi bilirəm ki, hələ mən bundan sonra 2 aylıqda faktura gələndə mənim borcum yaranmayacaq. Bildim. Ona görə gələcək dövrün xərcinə bağladım həmin hissəni bəri başdan. Biraz mən də elə kanunki kimi qarışdırdım ki, niyə orada xərci? Aktivlərin yer dəyişməsini cədvəldə gərək mən sizin üçün belə-belə işarələyim. Siz aktivlərin yer dəyişməsini sətri tam görə bilmirsiniz deyə əməliyyatı. Yox, sadəcə olaraq hər zaman da gələcək dövrün xərci olaraq bunu nəzərə götürmədim də. Ümumi məsələn, bildim ki, hər hansı bir ödəniş olanda orada mənfidə qeyd olunur da. Hə, ödənişimi qeyd eləmişik. Biz ödənişi mənfi qeyd eləmişdik. Baxın, bir də mən şey verəndə burada görürsünüz, məndə yaşıl xəttlər var. 500-ün üzərində qoyanda yaşıl xəttin qabağında bir şey görmüsünüzsə, bir iki o aktivin yer dəyişməsi də artır. Yəni gözünüzdən yayınmasın sualı başa düşmək istəyəndə. Müxtəlif kimi yazmalıydı o. Əslində yazmağımız yaxşıdır. Yəni öhdəlik kimi nəzərə alıb sonra öhdəliyi bağlamaq məqsədə uyğundur. Vacib değil. Vacib deyil. Yəni çox vaxt bu əməliyyatı aparırlar. Mən bunu niyə apardım, öhdəliyi yazmadım? Çünki bunun belə izahı tam məntiqinizdə qalmaq üçün lazımdır. 300 manatlıq xərcim yarandı. 300 manatlıq xərcin qarşılığında 300 də borcum yaranırsa seçərəm. Amma mən əvvəlcədən ödəniş etdiyim üçün bəli, borc əmələ gəlmədi. Biz bunu xidmətdə bu formada girə bilərik. Yəni xərc təyinatında bu cür girə bilərik. Onu əgər öhdəliyə yazsaq, 301 plus kimi yazacaq, 1 minus kimi yazacaq. Bəli, bağlayacaq. Gələcək dövrün xərci azalacaq, öhdəliyində debiti azalacaq. Müəssisə aldığı sifarişi icra etmək üçün müştəridən 5000 AZN avans alıb. Burada pulu alan tərəf bizik. Pulu biz alırıq. Yazıram. Kassa, pul daxil oldu 5000. Borc mu? Öhdəliyim artır 5000. 5.000. Öhdəliyimin adı dəyişir sadəcə. Artıq bu qısa müddətli deyil. Mən, bəli, alınmış avans olur. Mən xidmət göstərmədən, iş görmədən, mal satmadan pulu aldığıma görə bu olur artıq alınmış avans. Alınmış avans. Qeyd etdim. Prosesə gəlirəm. Növbəti ay göstərəcəyimiz xidmətə görə bu müəssisəyə bu ay 2000 AZN müştəridən pul alıb təzədən. Xidmətə görə alıb. Bu əməliyyatla eyni deyil ha. İndi bayaqlarım mala görə almışdım. İndi isə xidmətə görə alıram. Mən ona iş və xidmət göstərəcəm. Yenə yox, niyə borc alır ki? Bax. Hara getdi o? Ha. Xidmət Növbəti ay göstərəcəyimiz xidmətə görə pul indindən alır. Bayaqlarım xanımla məsələ qurmuşdum. Sən mənə gələcək ayda şey verəcəksən, hüquq xidməti verəcəksən deyə.
İndi bayaq mən yazanda gələcək dövrün xərci yazmışdım. Bəs xanım öz balansına nə yazmışdı? Pul alan tərəf o idi. O da özündə gələcək dövrün gəliri kimi qeyd eləyəcək. Çünki hələ o gəliri qazanmır axı. Gələcəkdə bir getsin məhkəməni həll eləsin, gəliri elə qazanar yəni. Bu bizə bu gələcək dövrün Cəvədi yazmalı. Gəlir olaraq qeyd eləyəcəksən. bir də gəlir. Bəli, eynən bax bu avans əməliyyatı var ha, alınmış avans uşaqlar. O da öhdəlik. Eynən proses onun kimi baş verəcək, biraz böyüdüm deyəsən. Mən balaca görürəm, bilmirəm siz də balaca görürsünüz yoxsa yox. Alınmış avansın əvəzinə olacaq gələcək dövrün gəliri. Qeyd edəcəm məbləğ də 2000 manat. Burada qeyd edirəm 2000 manat. Burada da bu səbəb sənin də xətrə bank yazdım. Bayaq xanım kassa demişdi, kassa qeyd eləmişdi. Hal-hazırda pul vəsaitinin bizim üçün əhəmiyyəti yoxdur. Amma yenə deyirəm. Əməliyyatlarda nağdla bağlı qeyd yoxdursa, hər zaman bank seçirik. Yox, nağd əməliyyatı yazıbsa ki, pul nağd alınıb, yaxud da kassaya gəlib, kassadan gedir, nağd ödənib, sözləri işlənilirsə biz kassanı seçirik. Yenidən ödəniş olunmuyor. Plan məhsul verir və Biz bilirik ki, pul kağız variantında dedik, kassanı seçirik. Dost təşkilat əslində dost təşkilatıdır. Dost təşkilata bir ay müddətindəki ödəmə şərti ilə 2500 azyan borc verir. öhdəlikdə olacaq. Gəlirəm birinci nəyə? Pul vermişəm. Banka Yadımdan nə qədər vermişəm? 2500. Öhdəlik xərci. Əslində qeydiyyat belədir. Birinci debitin əməliyyatını yazmaq lazımdır. Mən siz pulla yadınızda saxlayasınız deyə, pulu vermisiniz deyə, birinci pulu qeyd edirəm. 2500 aktivimizdən çıxdı. Bank hesabı. Bəli. Hara gedəcək? Yeni kəşf olunmuş hesabımız bizə veriləcək pullar. Onun adı sən artıq pulu nə məqsədlə vermisən? Borc. Verilmiş borcdur. Amma təyinatı sən dediyin kimidir. Sizə veriləcək pullardır. Yəni aktivdir. Gəlirəm. Evet. Bəli. Səndən əməli. Yazanda da deyəndə də çalış həmişə dilini onu öyrəşdir. Çünki beynəlxalq mühasibatda, yerli mühasibatda da yazılanın da, oxumağın da tərzi odur. Öncə debet, sonra kredit. Borc yazır. Bəli, borc. Sertifikat. Debitinə yazacağım 2500 manat. Hansı əməliyyata oxşadı? Verilmiş avans, gələcək dövrün xərci və verilmiş borc əməliyyatları. Üçü də eyni təyinata aid. Sizin borcunuz olun. Arzularımdır ki, siz mənə borc verəsiniz. Nə vaxt vermək istəyirsinizsə buyurun. Mən sizdən borc götürməyə hazıram. Sinan mənə 5000 versin zəhmət olmasa, sən də vergidən yayınan kiçik sahibkar olduğun 10.000 də sən ver. İkiniz mənə borc verin. 10.000 sən, 5.000 də sən. Deyin görün, siz o pul bank hesabınızdan və yaxud da kassa hesabınızdan çıxdı və siz onu öhdəliyə yazdınız. Öhdəliyə nə yazacaqsınız? Tamam, o zaman gidin kimin sizə borcu var, daha doğrusu sizin kimə borcunuz varsa ödeyin. Öhdəlik nə idi? Sizin ödəyəcəklərinizdir. Siz pulu verib, üstünə hələ bir də borclu çıxan 2 dənə dost təşkilatsız yəni. O öhdəlik. Mən sizə borclanıramsa sizin alacağınız var deməkdir. Yəni bu bir aktiv olması lazımdır. Gələcəkdə sizə dönəcək, sizə faydası var. O öhdəlik nə yazır? Doğru. Bəli, bax mən nə qədər verdim? 2500. Hansı əməliyyat idi o? Bax, verilmiş borcu. Mən aktivimdə izləməliyəm də, yəni kimin mənə nə qədər verəcəyi var deyə. Yəni mənə hansı pullar gələ bilər deyə. Dost öhdəlik. Aha, dost bir zəhmət öhdəliyinə yazsın, doğru deyil. Dost öhdəliyinə yazacaq onu, biz yox. Bankdan kredit götürülüb. 10.000 manat. Bank oldu bak. Dəqiqə. Bankı düzəldim. Birinci debitimi qeyd elədim 10.000. İndi ürəklə bankı görə nə qədər deyirlər o dəqiqə öhdəli. Əlbəttə ki, bank öhdəlikdir. 10.000 yazıram bank krediti. Qeyd etdim öhdəliyimi də. Bu kreditin bank komissiyası 3%'dir.
Yəni 300 manat bank komissiyası olub. Bizdən çıxacaq, bəli. Xərcə. Necə? Aktivlik Yazdım xərcə. Yazdım xərcə bir dəqiqə. Bank komissiyası. Xərci yazdım. Gözümlə yazdım 300 manat nə olar? 300 manat yazdım. Sıxım sizə mən konkret 300 manatı qeyd elədim. Tamam. İndi nəyə hara qeyd eləməliyəm bunu? kredit. Aktivlərin kreditinə qeyd elədim. Yazıram. Bank. Amma bir sual verəcəm. 300. Yox. Hal və şərtə aiddir. İndi bunu belə qeyd etdim. Gəlirəm şərtimizə. O 300 manatın ödəməsi ilə bağlı bir informasiyamız var. Yoxdursa, deməli ödəməmişəm. Ödəməmişəmsə qırış, mənim pulumu niyə azaltdınız bankdan? Onda öhdəliyə yazılır. Bəli, Kredit. gəlirəm. Bir şey keçelim. Hə. Ödənişiniz yoktursa Yəni, sənə şirkətdə rəhbər deməyib pulu ödə, götürüb öz başıma ödəmisən. Səncə onu sənə xoş qarşılayarlar mı? Baxın, artıq bunu bank krediti kimi deyil, qısa müddətli kreditor kimi qeyd edirəm. Sizcə niyə? Bunu da bank krediti yazmadım. az olsun. Yox, çünki bu rəqəmin mənim kreditimə əlaqəsi yoxdur. Bankın mənə göstərdiyi xidmətə görə məndən aldığı puldur. Yəni, bank təşkilatı ilə mənim aramda olan münasibətdir. B2B, business to business. İkimizin arasında şirkət əməliyyatıdır bu. Ona görə qısa müddətli kreditor borc. Amma bundan əvvəlki 10.000 maliyyə əməliyyatı idi. Yəni, mənə pul borca verdi. Mən öhdəlik qəbul edim ona qarşı. Ona görə onun öhdəliyini çeşidlədim, ayırdım. İndi gəlirəm sizə başqa bir şey də ilişdirməyə. Burada ödəniş sözü qeyd edilməyib. Amma bu komissiya da axı. Bank bu pulu məndən almadan 10.000-i mənə verməz. 10.000-i mənə veribsə, mütləq bu ödəmə əməliyyatı burada mövcuddur. İndi gəlirəm. Minus 300 manat. Bəli, demişdiniz arxasını gətirə bilmədiniz. Bəli, bankımı azaltdım 300 manat. Qısa müddət Bir dəfəlik ilə yazmaq olmaz. Yəni də biz niyə öhdəlik olar. aktiv yazılır? Olar, onu da izah edəcəm onlarını. Olar o halda ki, sən bura qeyd edəndə bank komissiya xərci hansı kreditə görə olduğunu qeyd edəsən. Yəni xərc bölümünə ki, xərclərdə 300-ü görəndə onu aydın olsun sənin üçün. Mən burada borcda onun analizini apardığım üçün mənim üçün rahatdır. Şirkətlərin analizinə baxanda baxacağım Rabitə bankda borc bu qədərdir. Mənim kreditim belə deyil ki, tak, vurdım göstərir. Bu qədəri komissiyaya görə, bu qədəri şeyə görə yaranıbdır rəqəmin. Buyursunlar. Onun üstünde bu yayın eşyası saf olan bir Üstəkini yazsam, səhv olar. Çünki bunu ora yazmalı deyiləm. Ya pulum azalmalıdır, xərcim artmalıdır. Ya borcum artıb, xərcim artandan sonra pulum azalıb, öhdəliyim azalmalıdır. Şimdi 11 birinde bırakın kızım benim sumal benim. Bəli. O hamısı eyni zamanda baş verir. Sənin qeydiyyat formandan asılıdır. Bu doğru əməliyyatdır. Birinci qeyd elədiyimizdə siz dediyiniz var idi. Pulumuz azaldı 300 manat, komissiya xərcimiz artdı 300 manat. Doğru əməliyyatdır. Amma gördülər, orada bir amma qoydum ki, onu elə qeyd eləməlisən ki, sabah xərci görəndə qarışdırmayasan. Bankların o bankdan banka pul köçürməsinin faizi ilə bir-birinə qarışdırmayasan. İkisi de geri olmalı. Yaxşı olar. Ərinmirsəz qeyd eləməniz lazımdır. Çotunuzun təmiz olmasını istəyirsinizsə, bəli, qeyd eləməlisiniz. Qaydarıq. Davam eləyək. Bir də mən xatırlatma eləyək görüm, harada qaldıq biz? Hansı əməliyyat idi? 300 manatlıq hissəsi. Bu şeylə bağlı idi. Müəllim, sizdən bu şey 3% ilə. Buyur. bu mühasibatlığı bizdə təsirimizə dair İşçiyə müəssisə 600 AZN avans verib. Bax, əmək haqqıya görə demədi ki. Düzdürmü? Avans verib dedi. Sizcə bunu mən nə kimi qeyd eləsəm doğru olar? Mən işçiyə avans vermişim. Birinci aktivlər Xeyr, maaş deməmişəm ki. İşçiyə əmək haqqıya görə avans verməmişəm ki.
Bəlkə də xərci ödəyəcək işçi, bilmirəm. Aktivin yerləşmə. Aktivin yer dəyişməsi olduğu doğrudur. Bank hesabından çıxır, gəldiyi kimi tərtib edirəm. Yox. Bank hesabımdan çıxır, bəli. Amma hara gedir? Təhdələ gedir. Təhtə. Bəli, işçiyə avans verdim, təhdəl olaraq. Təhdəl debitdə artır. Nə qədər verim? 600 manat. 600 manat. Eyni zamanda bankdan vermişəmsə bank azalır. Kassadan vermişəmsə kassa azalır. Bank 600 manat. Birinci atmanı yazın. Birinci debeti, sonra krediti. Bizim verilmiş alınmaz. Çünki bütün qarşılıqsız verilmiş pullar əslində avansdır. Qarşılığını almadan verdiyin pullar avansdır. Onların adları, daha doğrusu hesablarının adları, yerləşdiyi yerlər təyinatına görə dəyişir. Bayaq nə dedik? Mal almaq məqsədi ilə verdiyimiz üçün verilmiş avans dedik. Xərclərə görə, gələcəkdə çəkəcəyimiz xərclərə görə verdiyimiz üçün gələcək dövrün xərci dedik. İndi isə bunu işçiyə veririksə, əmək haqqı qeyd ediriksə, əmək haqqıya görə avans. Əmək haqqı qeyd eləməmişiksə, deməli bu işçinin bizə bir şey alıb gətirməsini istəyirik. Və yaxud gedib bizim müəyyən bir xərcimiz ödəsin deyə veririk bunu. Bu təyinatın da adı olur təhdəl hesab şəxsinin hesablaşma. Təhdəl hesab şəxsə verilmiş avans. Yəni bu da o əməliyyatdır. Biz kreditorda nə qeyd elədik? Nəyi? Bunu mu deyirsiniz? Bəs nəyə verdik işçiyə? Təhtələ verdik də bunu. Nə? Nə verdik təhdələ? Avans. Hardan veriyor 600 manat avans? Hardan götürdük verdik təhdələ onu biz? Biz pul vermişik də təhdələ, düzdür? Bəs pulumuz azalmayacaq bizim 600 manat. Tamam, davam edək. Bəli, bir şey Bəli. Təhdəl işçi deməkdir, yoxsa nə deməkdir onları? Bankla. Təhdəl müəssisənin kassasındakı və yaxud da ki, kart hesabındakı pulu kənarda, müəssisədən kənarda xərcləyə bilən adamdır. Bu mütləq müəssisənin işçisi olmalıdır. Müdürdə qoyun. Müdüründə qohum olmalıdır, bəli. Mütləq müəssisənin işçisi olmalıdır və tam maddi məsul şəxs haqqında müqavilə də bağlamalıdır. Yəni, əmək müqaviləsindən əlavə onun tam maddi məsul şəxs haqqında müqaviləsi olmalıdır. Çünki pulun nəzarətindədir axı şirkətin pulu. Mən verdim, o gedib onu xərcləyib gələrsə, gəlib mənə açıqlamasını verməlidir. Bu sənətin bura xərcləmişəm, bu aldığım bloknot, burada, bu da bloknotun çeki. Mən də o pulları onun adından azaltmalıyam. Nələr edibsə o pulla həmin yerə yazmalıyam. Aktiv alıbsa aktivi artırmalıyam. Xərc ödəyibsə xərci artırmalıyam. Onun vəzifəsi adı ilə təhdəl gedir. Yox, vəzifəsi əmək haqqı üzrə mühasib də ola bilər. Sən deyək ki, həmin şirkət əmək haqqı üzrə mühasibsən. Sənə tapşırıblar ki, sizin evin yanında gələndə, məsəl üçün, Güllüoğlu deyə tort yeri var. Şirkətə sabah ad günüdür, gələndə o tortu alıb gəlmək lazımdır. Və sənə də 300 manat pul veriblər. Pul səndədirmi? Bəlkə sən bu tortu gətirmədin. Pulu sənə verir, yazdı səndə adında durdu pul. Sən sabah tortla gəlib verirsən, 20 manatdan qaytarsan ki, 300 eləmədi, 280 elədi. Daha doğrusu 260 elədi, 20 manata taksiyə verdin. Təhdəl deyilir də. O pulu aparıb xərcləyib gələn adama təhdəl deyilir. Bəs o əgər ödəniş kartla olarsa, yəni Kart bank hesabından azaldacaqsan. yəni orada qeyd olundu, bu qədər oldu da 300 manat verdim, təzədən 20 manat qaytardım. Yox. Təhdəl gəlib onun açıqlamasını verməlidir. Təhdəlin o verdiyi açıqlamanın adı avans hesabatıdır. Biz onu bir hissdə birbaşa işləyəcəyik. Avans hesabatı olaraq çıxardıb hesabatı da göstərəcəm. O, kassa mədaxilin məxaricin arxasına tikilən əməliyyatdır və yaxud da ki, bank çıxarışının arxasına tikilən əməliyyatdır. Sənədləşmədən. Dövlət Sosial Müdafiə Fonduna... Ha? Karıcı çox şey öyrənəcəyəm. Əlbəttə. Dövlət Sosial Müdafiə Fonduna kassadan ödəniş olunur. Dövlət Sosial Müdafiə Fondu vergi kimi bir fonddur, ya belə deyək də, öhdəlik formasıdır. Əmək haqqından yaranan borclardır. Yəni, əmək haqqıya görə olan ödənişlərin, hansı ki, bunu da yaxın zamanda öyrənəcəyik. Ora bir borcumuz var. Bunu bizdən qabaq hesablanıb bilmirik. Biz o borca pul ödəyirik sadəcə. Həmin borcun ödənişini edirik. Məbləğ nə qədərdir? Qeyd olunmayıb. Məbləğ qeyd edək də nə olsun? 200 manat olsun. Burada biraz tartışmalarımız, kassalarımız, dağıtı kimi düşənləri.
Elə odur da, nağd. Yani ne yapıyor? Bəli, nağd. Bax, indi biz burada artıq kassalı yazmalıyıq. Ödenişleri yani bank üzerinde Nağd edə bilərsən. Ne qeyd olunmuşsa bak. Nağd edə bilərsən. Yəni o qadağa bir şey deyil yəni. insan ve ödenişleri belirli idaresi. Bax, unutduğun yer var. Vergi, akta, Dövlət Sosial Müdafiə Fondu, icbari tibbi sığorta, işsizlik sığorta haqqı, gömrük. Bunların ödənişi sən nağd edə bilirsən. Bilsənmi niyə? Ödədiyin yer qarşı tərəfin kassası deyil. Ödədiyin yer qarşı tərəfin bank hesablarıdır. Birbaşa sənin kassandan qarşı tərəfin bank hesablarına ödənilir. Yəni sən yayınma halı etmirsən. Sadəcə bank hesabından istifadə etmirsən. Kassa azalcı 200 və DSMF deyək. Yaza bilirəm. DSMF. Debitinə 200 manat. Əslində burada əməliyyat fərqlidir uşaqlar. Prosto bizi dərsi keçməmişdə göstərmə. Müəssisə xarici təşkilata pul köçürüb $20,000 məbləğ bank hesabından çıxıb qarşı tərəfə 2 gün sonra çatacaq. Konvertasiya xərci 23 AZN-dir. Bank köçürmə xərci 12 AZN-dir. Maşallah. Siz nə qədər əməliyyat var burada? Gələk birinci əməliyyatı sizlə müzakirə eləməyə. Əsas $20,000. Bizim əməliyyatın əsası $20,000'dır. Biz $20,000 məbləğində pulu köçürmək üçün birinci bizim hesabımızda $20,000'ın olması lazım. Biz AZN hesablarla işlədiyimiz üçün bizə $20,000'lıq valyuta lazım. Deyir ki, bu valyuta üçün mənim 23 manatda ziyanlığım olub. Yəni bu dolları ala bilmək üçün 23 manatda artıq ödəmişəm. Deyək ki, dolların kursu nədir məndə? 1.70'dir də bazarda. Mən bu 1.70'dən olan dolları, $20,000 almaq üçün 34.000 manat deyil, 34.023 manat xərcləmişəm. Bunun 34.000 manat qarşılığı məndə dollar hesabımda, 23 manatı isə konvertasiya xərci. Amma mən bunu necə edəcəm? Konvertasiya əməliyyatları bankın hesabları arasında, bankla sənin aranda baş verən prosesdir. Sən pulu ödəyirsən, gəlirəm birinci, biraz böyüdüm buranı. 34.000 yazır. Bəli, sən gəlirsən birinci, bank AZN deyirəm, pul ödəyirsən 34.000 AZN azaldırsın. Eyni zamanda banklar arası yer dəyişmə baş verir. Bank hesabı $20,000, yəni nə yazın bura? Yenə 34.000 manat yazın, rəqəm səhv çıxmasın. 34.000 manat USD bir dəqiqə kommentiyor, not deyək buna 20.000 USD. Biraz da bunu böyüdüm. Siz daha yaxşı görəsiniz. 2.000 yox, 20.000. 20.000 USD. Qarşılığı budur. Müəllim, onu mən başa düşə bilmədim. Deyil. Bank hesabımızdan 34.000 çıxdı. Bank hansı bankdan çıxdı gözüm? AZN Manat hesabından. hesabından Getdi hara? getdi hara? Təzədən. Bankın dollar hesabına. Ayrı-ayrı hesablardır. Hə, yəni biz ayrı-ayrı hesablardır. AZN Sənin də hamısı. Sənin 300 dənə hesabın ola bilər. hə, AZN-dən köçürük oraki hesab. Bəli. Çünki sən xaricə dollarla köçürməlisən axı pulu. Deməli- ehtiyacı var müəllim. Çarə əməliyyatlardır, gündəlik əməliyyatlardır. Hər gün baş verə bilər onlar. Köçürdüm bura. Əsas kulminasiya nöqtəsi nədir? 23 manat. 23 manat mənim xərcim var axı. Baxın, gəlirəm xərc hissəmə 23 manat artırıram. Deyirəm konvertasiya xərci. Xərcin qabağına yazıram. Hə, sətir olaraq Aktivdə biz qartı fonda çox balaca oldu elə biliyor. Çox üçün
Ben bilmiyorum bence. Ha. Bak karşısında hiç ne yoktu. Sizce bunun karşısında ne olacak? Pul çıktı. Razıyam. Çıkarttım pulu. 23 manat. Hardan çıktı o pul? Hesabımda Bank hesabından. Bəli. bankası. Əlbəttə mən oğlum. Heç bank hesabı. Ha. Baxın, konvertasiya xərci əməliyyat baş verdiyi zaman mütləq bank hesabının azalması gedir. Amma onu da siz seçirsiniz ki, AZN hesabınızdan azalsın, yoxsa USD hesabından azalsın. Sizcə burada bank hesabımız AZN hesabıdır mı, USD hesabıdır mı? AZN'dir. Niyə AZN'dir? Onu da deyilən nə olar? 23 manat bölüşəkdə. Hadi 23 manat deyil. Amma bir şey var. Bizim çıkartmışıq aklımı görün. Yok. Çünkü bizim dolar hesabında cəmi 20 bin dolarımız var. Biz 23 manatı oradan azalsaq 20 dolar aşağı düşəcək. Belə deyim də, bu dollar hesabından ödəniş eləmişik. Ona görə Eləməmişik, eləyəcəyik inşallah. Qismət olsa dollara aldım. da niyə AZN-dən çıxdığını başa düşmədim. 34 gün Niye hardan çıxsın be? Dolar hesabdan. Axı bizim dolar hesabında qalığımız yox. Cəmi 20 bin dolarımız var. Oradan 23 manat çıxdıq. Deyək ki, nə bilim 7 dolar. AZN dollar Nə eləmək? Whatever olmalı. Ben onu ödəməliyəm. Axı mənə görə nə deyibdi? Deyib ki, müəssisə xarici təşkilata pul köçürüb 20 bin dolar. Yəni mən bu dolları köçürməm lazım. 20 bin kimə getməlidir. köçləndə bizdə bu komissiya Bəli, bəli. Elə bir dolların kursu 1.70 deyib, bank da sənə 1.70-20 ilə satıb. Üstə pul qoy verir də yəni. İndi artıq pulum var, pulu köçürürüm. 20 bin dolar köçürürüm. Bank, USD kredit. yazıram 34 bin kreditə və yenə də notuna düşürəm 20 bin dolar. Yox, proqram özü göstərir, burada göstərmir deyə mən siz qarışdırmayasınız deyə özüm seçirəm notu. Yəni sən onu bax Azərbaycan Respublikasında başqa ölkənin valyutasına əməliyyat apara bilməzsən. Yəni qeyd edə bilməzsən proqramını. Manatla qeyd edəcəyin üçün, amma bilməlisən də bu nəyin manatıdır. Çünki sabah hesabatı çıxaranda qarışdıra bilərsən. Bu ödəmə getdi, getmədi. Rəqəmə görə baxanda. Ona görə mütləq proqram sənə həmişə 2 rəqəm göstərir. Hesabatların içərisində manatla, onun alt hissəsində isə nəzərə alınmayan dollarla. Qeyd kimi dollarda göstərir. Pul çıxdı. Yolda olan pul köçürməcisi var. Razıyam yolda olan pul köçürməsi. Çünki deyir ki, qarşı tərəfə 2 gün sonra çatacaq pul. Yəni mənim pul məndən indi çıxır. Amma mənim ödədiyim yerə hələ gedib çıxmır. Bəli, bu birinci gedəcək aktivlərin yer dəyişməsini. Yolda olan pul köçürülməsi. Köçürməsi. Baxın, yolda olan pul köçürməsi. Yəni, belə verim ki, tam düşsün. Gedir ora eyni dəyərdə. Yəni bu niyə yenə də elə yazıldı? Heç düşünürəm. Gələk belə, sən şirkətdən pul atmısan. Mühasib olaraq pul köçürmüsən. Bank hesabında baxdın ki, 20 bin dolar azaldı, 34 bin manat. Götdün bankdan azal. Sənin borcun da azaldı, 34 bin manat. Qarşı tərəfi də, yox, qarşı tərəf pul almayıb baxarım. Hə, qarşı tərəf o pul almayıbdı deyə hələlik borclu sıraslar. Yəni, mən hələ ona borcluyam. Amma pulum hardadır? Göydə. Hə, Pul hələ gəzir. Gedir aralıq banklara, digərlərinə. Yəni, pul hələ təyinatına çatmayıb. Çatına qədər hər şey ola bilər. Sivil tərəfindən blok qoyuna bilər, xəta ola bilər, qarşı tərəfə çatmaya bilər. Mənim pulumun harda olduğunu mən oradan yox. Və həmin anda mənə yoxlama gəldi deyək ki. Mən nə deyəcəm? Deyəcəm borcum az yoxdur. Sabahlarıma borclu çıxanda nə olacaq? Mən necə bağlayacam əməliyyatımı? Və yaxud da mən bu ödəməni dekabrın 30 eləmişəm. Və dekabrın 31-də dövr bitir. Mən o aktivi harda göstərəcəm? Borcumu az göstərəcəm balansımda. Nə ixtiyarla göstərə bilərəm? Axı ora ödədiyimi təsdiq edən sənəd yoxdur əlimdə. Ki o ödəniş olubdur. dəliyə biz yaza bilmərik, yəni hələlik borclu kimi. Pul sənindir. Niyə öhdəyə yazırsan ki? Bu da çatmıyor.
Çatdı belə deyək ki, çatsa belə sənin öhdəliyi azaldacaq. Öhdəliyin debitinə yazarsan. Öhdəliyi kreditinə yazmayacaqsan ki, borcun əmələ gəlmir ki burada. Pulu ödəyən sənsən. Var olan borcunu ödəmək üçün edirsən bunu. Pul anında çatsaydı, hə, götürüb onu yazardın ki, şeydir. Öhdəliyin debitinə, öhdəliyin azalması kimi. Pul gedib elə çatmayıb, deyir 2 gün sonra çatacaq. Ona görə aktivin yer dəyişməsi edirəm. Bank köçürmə xərci 12 AZN-dir. Bu da kredi. Yenə bayaqki kimi. Baxın. Nə qədər dedi? 12 AZN. Və xərcsiz ayında. Bəli. Nə deyək buna? Köçürmə xərci deyilir. Köçürmə üzrə komissiya. Tamam, bunu da qeyd elədik. Aynen onun yer söhbəti. Təsisçiyə dividendə görə avans ödəyirik. 1000 AZN. Diqqətinizi çəkirəm. Təsisçiyə dividend ödəmir ha. Təsisçiyə bəli, dividendə görə avans ödəyirik 1000 AZN-dir. Yəni bu təsisçi mənə borclu olacaq dividend alana qədər. Mən təsisçiyə borc verirəm. Məqsədim də dividenddən çıxmaq üçündür. Yəni bu adam dividenddə çıxanda mən onu tutacağam. Yəni müddət 12 ay içərisində baş verəcək. Maksimum ilin axırı çıxacam dividendə və sahiblərin o pulu çıxacaq. Ayrı olarak. Ay yox, yox. Başqa əməliyyatdır bu. Bitdi. Ha, 20 bitdi. İndi bizim şirkətin sahibi ilə gedir söhbət. Gəlib 1000 manat götürür səndən. Kassında 1000 manat götürür. Daha gəlirəm. Kassa, çıxış 1000 manat. Verdim. İndi mən bunu Azərbaycandakı digər mühasiblər kimi aparıb dividendin debitinə yazmalıydım. Əslində. Onların elədiyi. Amma yetmirəm. Niyə mən bunu dividende yazmalıyım? Mənim ona dividend verəcəyim yoxdur axı. Nasıl almaz? Mən bunu buna borc olaraq verirəm. Ala bu mini ilin axırında səndən hesablaşarıq bundan bağlı. Avans kimi. Verilmiş borc. Doğru deyirsən. Təyinatı avansdır. Qarşılıq almadan verdiyin puldur. Ona görə avansdır. Amma nəyə görə veririk bunu? Avans olaraq vermir amma əvəzində mal almayacağam ki, verilmiş avans hesabatını istifadə edeyim. Ona görə verilmiş borc yazıram və debitdə artırıram 1000 manat. Birinci devleti yazıp robotu tanıyasın. Elə olmalıydı. Sadəcə mövzu pulla bağlı olduğuna görə və sizin də yadınızda elə rahat qaldığına görə belə qeyd elədim. Hər zaman birinci debiti, sonra kredit. Ötelik krediler. Borçlu olmam ağrım. Bəlkə mənə bir 4-5 dənə saat satasan oradan. Amma borca. Bəlkə prosesi elə həll elədik səndən. Bax, bayaqdan 2 dəfə, 3 dəfə ya da səhv yanaşma eləmişsiniz. Üçü də bir şeylə bağlıdır. İşçinin sosial əyləncəsi üçün 3 günlük qəbələ turu təşkil edilib, 5000 AZN-də ödəniş olunubdur. Ödəniş olunub, yox, hesablanıbdır. Kassa. Yani demişsiniz eğer eğlence üçün onu xərcləmir. Yəni, işçi əylənibdir, müəssisənin gəlirinə nə dəxli? Müəssisənin qorucularıyıq axı mühasib olaraq, düz deyil. Bu əylənlərin başında biz gəlirik əslində. Amma yəni yenə dəxli yoxdur. Biz müəssisənin pulunu qorumalıyıq. Sahibkar əgər işçilərinə qəbələ turu təşkil elətdiribsə, 5000 manat da onun üçün bir pul ayırıbsa ki, 5000 manata qədər xərcləyə bilərsə və yaxud da borcunuz əmələ gəlib turizm şirkətinə 5000 manatlıq. Mən gəlirəm, orada ödəməni yazmadığına görə öhdəliyimə 5000 yazıram. Əvəzinə yazıram qısa müddətli kreditor. Görüm yaza bilirəm, kreditor. Yəni, ən məşhur tur şirkətləri hansıca ondan getmişik. Qalmağımız, yeməyimiz, içməyimiz hamısı içində 5000 manat proses olub. Borcum əmələ gəldi mi? Gəldi. Amma bu əsla mənim xərcim ola bilməz. Mən bunu başqa bir yerə yazmam lazımdır. Ha? Yox, niyə aktiv olsunuz? Yox, hələ pul çıxmayıb, hələ ödəmədən getmir söhbət buradan.
Yo, biz axı ikili əməliyyat aparırıq. Kapitalı kimdədir? Yaxşı elədin dedin, kapitalın debitinə 5000 manat. Adı nə olacaq? Yox, sosial ərizə yazmayacağam artıq. Bunun adı kapitaldakı elə bir hesab olmalıdır ki, o birbaşa sahibkarla bağlı olsun. Yəni o pul sahibkarın puluna təsir etsin, yəni əməliyyatına. Mən də yazıram bölüşdürülməmiş mənfəət. Bölüşdürülməmiş mənfəət nə deməkdir? Sahibkarlar ilin axırında ortada qalan pulu bölürlər axaralarında. Biz atırıq onu bölüşdürülməmiş mənfəətə. Mənsə ora bəri başdan -5000 yazmışam. Yəni onun debitində var. Bölüşdürülməmiş mənfəəti mən atanda pulu gətirib onu kreditinə atmalıyam da. Atdı deyə. Pasiv hesabda axı. Atan kimi avtomatik qalığı 5000 az düşür. Onlar aralarında 5000 az pul böləcəklər. Mənə dəxli var. İstəyir 5 nəfər təsisçi olsun, istəyir 15 nəfər, istəyir 1 nəfər. Onun hesabından çıxıram, onun qazanacağı puldan çıxıram ki, bu şirkətin işçilərini sən qonaqlıq vermisən, sən gəzdirib əyləndirmisən. Onun müəssisənin gəlir əldə etməsinə aidiyyatı yoxdur. Bəli, cibindən vermiş kimi eləyirəm. Ama verir. Pul da şirketten. Şirkətdən çıxdığına görə elə bir gələcəkdə o bölüşdürməmiş özü götürəcəkdi axı. İndiden İndindən qatdım ora ki, yəni bir dən yadımdan çıxar, yazaram xərcə yadımdan çıxar, qoy getsin ora. Bunu eləyirəm mən mühasibat uçotunda. Vergi uçotunda nə edirəm? yani şirketin gəlirinə aidiyyatı olmadan mesela təsisinə nə qədər pul gələcəkdirsə bölüşəndə həmin o şirkət təsisi Oradan çıxıram. Cibindən sıfır elə ki. Bəli, tamamilə doğru ifadədir. Təsisinin cibindən çıxır. Amma ən doğru ifadə nədir? Bunu yadda saxlamalısınız. Xərc dediyimiz anlayış mütləq gəlirin əldə olunması ilə bağlı olmalıdır. Yəni mən bir şeyi xərc kimi tanıyıramsa, o xərc mütləq o həmin dövrdəki gəlirin qazanılması üçün çəkilməlidir. Şirkətin hesabından pul çıxsa əyləncə üçün. Ya gözəl, bax zaten burada şirkətin hesabından çıxacaq. Pul çıxmamışdan qabaq belə mən reallıqda nə edirəm? Real qurduğum çoxda. Öhdəliyimi artırdım 5000. Artıranda gedib xərci də artırıram 5000. Sonra həmin xərci edirəm kredit, verirəm kapitalın debitinə. Orada yazıram ki, o xərcin adını sosial əyləncə qoymuram. Başqa xərclər qeyd edirəm onun altına, gəlirlə bağlı, güya reklam kampaniyasına getmişik. Onu da mənfəətimdən, yəni mənfəət vergimi azaltmaq üçün istifadə edirəm. Yəni ilin axırı mənfəət vergisi ödəyəndə 20%, 5000-in 20% qədər az ödəyirəm. Yəni 1000 manat şirkətimə xeyir verirəm mənfəət vergisi ilə bağlı. Yəni sahibkar əslində 4000 kimi yox, 1000 kimi belə dedi, 5000 kimi yox, 4000 kimi ödəmiş olur. Amma mən yenə də o xərci yansıdanda sahibkara 5000 kimi yansıdıram. Çünki mən sahibkarın yox, şirkətimin mənafeyini qoruyuram. Yəni mən müəssisənin işçisiyəm, müəssisənin pulunu qorumaqla bağlı məsuliyyət daşıyıram. Başqa nə əməliyyatım qaldı? Fransiz verdi. Yo, bir dənəsi qalıb. Gör nə deyir bu? maşın bazarında. Yok 500'den bağlı. Bəli, bitdi. Hemen ne istiyorsanız. Həmin əməliyyatda baxsan əməliyyata. Kapitalın debiti, öhdəliyin krediti. Kapitalın debiti, öhdəliyin krediti. Yerden yapıyormuş. Aha. Müəssisə üçün maşın bazarından yeni nəqliyyat vasitəsi alınıb, nəqd qaydada 25.000 AZN ödənilib sözünü qıymamışdır, elə bil. O da bizi çatdırırdı. Nəqd qaydada deyib də, amma hala çaşdırırsan, sən də o dəqiqə yüklədin mi? Yazıb da nəqd qaydada maşın bazarı falan. Hə, indi burada situasiya nə olacaq? Aktivlərdə olacaq. Xeyr. Debit, kredit məsələn. Aktivlərin yerləşməsi olacaq, bəli. 500 gəlmiş Gəlirlər yazılır. Yox, nə gəlir qazanmışam, maşın alıb satmışam. Aktivin yerləşməsi kimi doğrudur. Amma necə? Maşın bazarından bunu kim alıb? Gedib kassaya alıb gəlir. Fərqlərdir. Bunu təhdərə verməlisən ki, getsin alsın, gəlsin də maşını.
Onu təkdən Təhdidi pul veririk. Bəli. Təbii Birinci təhtə 25.000 debit, 25.000 debit. 25 min Təzədən kassa 25.000 kredi. kredit, hə. Niye kassa dedim? Çünkü nağd qaydada demişdim. İndi maşını alıp Maşını yine yazıram uzun müddətli ümumi aktiv nəqliyyat vasitəsini aldı debit, 25.000 və təhtə ödədi 25.000. Təhtənin elə pul verdiniz ki, qıymadınız ona bir 25.000 100 manat. Cibində benzin pulu belə qalmadı yəni. Öz cibindən töküb gələcək yəni. Şirkətdən 25 min pul çıxıb da, Bəli. sayacaq həm minusda. Aha. 25 min itmiş olur. Gəl baxaq görə itmiş olurmu? Nəticədə sənin bəs debitində 25 minlik maşın əmələ gəlmir. Laf gələn birinci əməliyyata. 25 min məndən çıxdı. Kimə getdi? Daha sonra məndən pul çıxdı, kimə getdi? Təhtələ. Qarşılıq. Pulumun harda olduğunu bilirlərmi? Təhtənin cibində. Təhtəl getdi neynədi? Həmin 25 mindən. Uzun müddətli aktiv aldı maşın. Ford. Sürə-sürə gəldi şirkətin qabağını saxladı. Bip siqnalını da verdi. Gəldi çəkinə dedi bu maşını görürsünüz maşını. Maşının texpasportu buyurun. Mənim adıma 25 mini silin. Təhtəlin azadlığı 25 mini yazdıq özümüzə maşına. Yekunda nə nəticə oldu? Pulum azalıb 25 min. Maşınım artıq 25 min. Dəyişmir. Yer dəyişmə olublar. Sadəcə ortada təhdəl apar gətir əməliyyatı edibdi yəni. Yedim. Bəli, yeriyən kassa. Onu da niyə eləməli? Bəlkə təhtə gedib pulun başı 25 min qoydu cibində, oradan çıxdı, Gürcüstan çıxdı, yaxşı, getdi. Yoxdur təhtə. Niyə eziyor o zaman? Təhter axtarır. Təhtə axtarır. Ya, yaza bilərdik. Sən kassir olaraq gedib özünü alıb gətirmişsənsə yaza bilərsin. Və kassada niyə deyirəm onu? Kassadan 25 min məxaric yazırsan, pul əlində məxaric də üstündə. Kassir olaraq gedirsən maşın bazarına, həmin adama imzalattırırsan kassa məxarici, 25 mini verirsən, maşını götürüb gəlsin. O zaman bəli yaza bilərdin. Bu əməliyyat nə qədər mümkündürsə dediyim, o qədər də onu birbaşa yazmaq mümkündür. Abi efendim o böyle oldu. Hə, mənim sizə izah etdiyim format nədir? Sizdə gələcəkdə sənəd əsasında işləyəcəyiniz üçün, bax, sənədsiz əməliyyat edə bilməzsiniz. Sən dediyin sənədsiz əməliyyatlara aid. Heç bilmirsən də pul kassadan çıxıb yoxsa yox. Bir də onda görsən maşın qarajdadır. Ha, bunu hardan aldın? Rəhbər kartı atdı, getdim orada maşını götürdüm, gətirdim. İndi gəlsən bir də rəhbərdən borc mədaxil edirsən. O mədaxildən sonra təhtələ çıxardırsan. Təhtəldən tezdən gedib alsan, bir də qaytarıb gətirirsən. Cəsət baş verib qutarıb, sən sonra əməliyyat qeyd edirsən. Bu doğru deyil. Yəni sənədləşmə olsun deyə. Aynı hesab olaraq elə 25 min qeyd eləmək olur ki, yəni hesabla. Necə olsun? Yaxı, proses olaraq burada nəqd qaydada deyir, alınmır axı. Mən qarşı tərəf şirkət olsa da onunla müqavilə bağlayardım. Maşına görə mənə faktura göndərərdim. Mən də pulu göndərərdim, o da maşını göndərərdi. Yəni proses bir ikinci variantı da belədir. Və yaxud da ki, mən avans ödəyəcəm, o maşını göndərəcək. Və yaxud da o maşını göndərəcək, mən sonra pulunu ödəyəcəm. Öhdəliyi ödəyəcəm. Əməliyyatlarımız bu qədər. İndi yoxlama vaxtıdır. Baxın, nəticəm 0. Bütün əməliyyatları doğru icra eləmişim. Və videomuz bura qədər. Ben bir sonrası var. Bir dənə videonu dayandırdım.